Dölün 8-ci həftəsində döl artıq 13-15 millim arasındadır və 2 qram çəkisi var. Bu həftədə artıq göz qapaqları əmələ gəlir və ultrasəs müayinəsində də baxdığımızda dölün başını, bədənini, əllərini və ayaqlarını təbii ki, çox kiçik bir şəkildə görə bilirik. 8 həftədən sonra adətən uşaqlıqda, yəni qarnın alt hissəsində olan gərginlik, sancma hissi, sıxılma hissi azalır. Yəni bu pasient özünü daha rahat hiss edir. Bu müddətdə 8 həftəyə qədər yüngül ləkələnmələr izlənilə bilər. Bu hər zaman düşük, açılış və yaxud da inkişafdan qalmanın əlaməti deyil və hətta əksər hallarda implantasiya ilə əlaqəlidir 70% pasientlərdə. Amma 30% pasientlərdə gerçəkdən də bu patolojik durumların əlaməti ola bilər. Ona görə belə bir şikayətiniz varsa mütləq həkiminizə müraciət edin.